Salam, hər biriniz kanalıma xoş gəlmisiniz. Bugün dip köşə təmizlik edirdim. Bunu da vlog halında çəkib paylaşmaq istədim. Kanalımda ara sıra belə videolar çəkib paylaşıram. Onsuz da mən hər gün evi toz sıranlayıb silib tozunu alıram. Həmən otağa girilsə də, girilməsə də hər gün eyni qaydada bütün otaqların hamısını təmizləyirəm. Pəncərələri falan silib təmizləmədim. Çünki heç bir ay deyil ki, pəncərələri silmişəm. Bütün pərdələri, günəşlikləri yuyub, ütülüb asmışam. Hər gün görmədiyim iş isə bugün çəkməcələrin içini falan təmizləyib səliqəyə salacağım. Əvvəlcə yorğan döşəyin üzərini səliqəyə saldım, ədyalını dəyişdirdim. Daha sonra pəncərənin önündəki gülləri soladım. Bir gül əkmişdim, onun üzərini belə salafanla örtəndə gül cücərir və həqiqətən də doğrudur, cücərmişdi gül, şükür Allaha. Ən sevdiyim güllərdən biridir. Sonra pəncərənin önünü silirəm və daha sonra çəkməcənin içini səliqəyə salacağım. Qızlar, sizdə necədir? Hər gün təmizlik edirsiniz. Boş vaxtlarınızda nə ilə məşğul olursunuz? Mən boş vaxtlarımda kitab oxumağı hədsiz dərəcədə çox sevirəm. Vaxtım olduqca kitab oxuyuram və çoxlu kitablarım da var. Daha sonra dolabın içindəki çəkməcəni silib çantalarımı yerləşdirirəm. Sonra termonu da belə sildim. Güzgüsünü falan. Üzərini, çəkməcələrin içini hamısını selpak salfetkaları ilə sildim. Bunlar təmizlik üçün istifadə olunur. Bilməyənlər üçün deyirəm. Bu otaqda bəzi əşyalar var ki, qablar falan, onlar otaq üçün deyil. Mən də bilirəm. Birdən deyən olacaq. İndidən deyim ki, mətbəx dolablarımın içi qablarla falan hamısı doludur, yer yoxdur. Çöldə evə birləşmiş mətbəx tikmişik. İnşallah bir də mebeli qalıb. Mebelini də quraşdırdıqdan sonra buradakı artıq qabları falan ora aparacağım. Bura əvvəllər mənim yataq otağım idi. Otaq yekə olduğu üçün sıxılıram mən yekə otaqda. Ona görə buranı geyinmə dolabını, yorğan döşəyi, termonu falan özümə aid olan şeyləri bu otağa qoymuşam. Buranı da təmizlədim. Dolabın güzgüsünü, dolabın içini. Paltolarım həmişə səliqəli olur. Bir də ki, hər zaman evdə bütün hər şeyi mən ütülüb yerlərinə yerləşdirirəm. Ona görə bu dəfə dolabın içinə heç nə etmədim. Çünki səliqəli idi, hamısı yerində idi. Dağıdıb təzədən özümə iş çıxartmaq istəmədim. Çünki təzə hər şeyin götürüb yerini təmizləyib yerləşdirmişəm. Buralarını səliqəyə saldıqdan sonra burada çəkməcələri sildikcə eynəklərimi, makyaj malzemələrimi, bijuteriyalarımı, ümumən burada olan şeylərin hamısını səliqəyə salıram. Daha sonra ütü stolunda üzərindəki üzlüyü dəyişirəm. Ütünü silib tozunu alıram. Ütü stolunda tozunu alıram həmçinin.
Mən hər 2 həftədən bir ütü stolunun üzərindəki örtüyü dəyişib yuyuram. Buranı da toz sıranladım. Səliqəyə saldım. Qapının ağzında biraz yer var. Oranı sildim. Burayla işim bitti. Keçirəm yataq otağına. İlk öncə pasteli dəyişirəm. Çalışıram ki, hər 3 gündən bir dəyişəm. Yəni çox saxlaya bilmirəm mən. Sonra yatağın üzərinin örtüyünü örtürəm. Yataq başlığının, tumbaların tozunu alıram. Yataq otağında 3 dənə gülüm var. Onları da sulayıram. Pəncərənin önünü silib, otağı toz sıranlayıb, döşəməni silib, yataq otağında da işimi bitirirəm. İndi isə keçirəm qonaq otağına. Bura mənim qonaq otağımdır. Bura biraz qarma qarışıqdır. Səhər dərs keçmişdim. Hazırlıq keçirəm. Bura qarma qarışıqdır. Dedim onsuz da evi təmizləyəcəm. Onu da yığışdıracağım. İlk öncə notebook'u falan, qələmlərimi falan yerinə yerləşdirirəm. Daha sonra kitab rəfimdəki kitabları yerindən götürüb oranı da tozunu alıram. Kitabları səliqə ilə yerinə yerləşdirirəm. Mebellərin üzərinin tozunu alıram. Güzgünü, komodun hər yerin tozunu alıram. Pəncərənin önündə tozunu aldım. Onsuz da mebelin içindəki qabları falan hamısını bayram təmizliyi zaman hamısını çıxardıb bir-biri yuyub, qurulayıb yerinə yerləşdirmişdim. Bu dəfə çıxartmadım. You as best as I can.
Burada göstereceğim kitap çok güzel bir kitapdır. Öz xəstəliyini sev. Burada her şeye ait, yani ki bütün xəstəliklərə, orqanlara, xasiyyətivə qədər, yəni hər şeyə kimi yəni yazılıb, məsləhət verilib. Məncə bu kitabı hər kəs oxumalıdır. Çox gözəl bir kitabdır. Mən bir neçə dəfə bu kitabı oxumuşam. Yəni də heç də bezməmişəm. Çox gözəl bir kitabdır, məsləhətli bir kitabdır. Sonra bu şkafı da yerləşdirirəm. Buranı da toz sıranlayıb tozunu alıram. Qonaq otağında yekunlaşdırıb mətbəxə keçirəm. Shouldn't look this way again. So much confusion in this theater of pain, with the roles we all play. I'm standing up and I don't care what it takes. I don't care what they say. İndi isə mətbəxin ilk öncə pəncərəsinin önünü silirəm. Daha sonra masanın üzərini silib tozunu. Rakvinanın içərisini, krantları dərmanladım, təmizlədim. Mətbəx dolablarının üzərini silmədim. Çünki 2 gün öncə həm içərisini, həm də ki dolabların qapaqlarını silib təmizləmişdim. Masaüstü ocağın da üzərinə falqa sərirəm. Onu dəyişmədim. Çünki həmən masaüstü ocağı dəyişəcəm. Qara rəngdə qızlar mən heç sevmədim. Çünki hər dəqiqə başı toz görsənir. Mən də toza qarşı çox həssasam. Gərək əlimdə bir bez bütün günü mən yanında dayanım silim. Yəni ki çox yorucu gəlir mənə. Ona görə də ağ rəngdə və yaxud da ki metal rəngində alacağım. Çünki bütün xaladelnikim, məişət əşyalarım, qab yuyan maşınım falan hamısı metal rəngindədir. Bir də ki paltaryan maşını hələ ki mətbəxdədir. Bayaq videoda qeyd eləmişdim. Çöldəki mətbəximə oradakı hələ mebel hazır olmadığı üçün paltaryan maşını hələ ki mətbəxdədir. Mətbəxdən paltaryan maşını çıxardıb qabıyan maşını gətirib bura qoyacağım. Hələ ki, yəni ki hazır deyil ora. Ona görə də orada hazır olanda onu da çəkib sizlərlə paylaşacağım. Sun still rises in her usual
Sonda dəhlizi də tozsuranladım. Mətbəxi, dəhlizi, bir də qapının önünü tozsuranlayıb sildim. Daha sonra paltarlar var idi. Yuyulmuşdu. Onları sərdim. Və tozsuranın içini də çıxartdım yumağa. Təmizlik videosu bu qədər.